Bakı şəhəri Xətai rayon ərazisində Əhmədli qəsəbəsində yaşıllıq sahə məhv edilərək yerinə daş döşənib. Bölgə TV xəbər verir ki, bu barədə Oxaza müraciət edən sakinlər bildiriblər. Hadisə şahidləri və sakinlərin sözlərinə görə məhv edilən yaşıllığın yerində restoranın tikiləcəyi ehtimal olunur. Təmizlik işləri çox qısa zamanda icra edildi. Yol ayrıcındakı yaşıllıq ekskavatorun qabağına verilərək ərazi tanınmaz hala salındı. Bir çox ağaclar texnika vasitəsilə məhv edildi. Ərazi betonlandı və ağacların qırıldığı, çıxarıldığı yerlər də daxil olmaqla həmin əraziyə daş döşəndi. Sakinlər bildiriblər ki, Sarayevo küçəsində həmin istiqamətdəki digər yaşıllıq zonalarda müxtəlif tarixlərdə bu aqibəti yaşayıb. Qısa zaman sonra onların da yerinə restoranlar fəaliyyətə başladı. Sakinlər istisna etməyiblər ki, bu dəfə də məhv edilən yaşıllığın yerində restoran tikiləcək. Qeyd edək ki, sözü gedən ərazidə 3 il əvvəl də analoji işlər görülməyə cəhd edilib. Lakin sakinlərin etirazlarından sonra proses yarımçıq dayandırılaraq yaşıllıq zolağında quraşdırılan konstruksiya sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdi. Rəna Rövşən qızı, Bölgə TV.